Ərdəbil sakini Mənsur İbadi Qarçan 9 yanvar 2026-cı ildə şəhərin Beşruy küçəsində ağır güllə yarası alıb və bir neçə gün sonra vəfat edib. Bu barədə Ərk Azərbaycan İnsan Haqları Cəmiyyəti məlumat yayıb. Ərk Cəmiyyəti Mənsur İbadi Qarçanın işinin təfərrüatının məxfilik prinsipinə uyğun olaraq qeydə alındığını, yalnız ədalətin bərqərar olması və beynəlxalq hüquq mexanizmlərində istifadə edilməsi məqsədi ilə istifadə ediləcəyini açıqlayıb. Cəmiyyət həmçinin İslam Respublikasının cinayətinin qurbanlarının, ailələrini, şahidlərini və digər məlumatlı şəxsləri bu işlərin unudulmasının qarşısını almaq və ədalət yolunu gücləndirmək üçün məlumat və sənədlərini insan hüquqları qurumlarına təqdim etməyə çağırıb. Gilan əyalətinin Ənsəli və Lanqurt şəhərlərində daha 265 nəfər həbs edilib. Bu barədə əyalət polisi məlumat yayıb. Saxlanılanlar vətəndaşları ixtişaşa təhrik və dəvət edənlər, həmçinin ixtişaşların təşkilatçı və liderləridirlər. Məlumatda bildirilib. Qeyd edək ki, İnsan Haqları Təşkilatlarının bildirdiyinə görə etiraz eylemləri zamanı və ondan sonraki dövrdə 50 mindən çox insan həbs edilib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdürrəhim Musavi bildirib ki, ölkə düşmənlərin istənilən hərəkətinə hazırdır. General qeyd edib ki, ballistik raketlərin təkmilləşdirilməsi İranın çəkindirmə gücünü daha da artırıb. Düşmənlərin istənilən hərəkətinə hazırlıq həmçinin 12 günlük müharibədən sonra müxtəlif müharibə siyasəti və düşmənlərə sarsıdıcı cavab siyasəti qəbul etməklə hərbi doktrinamızı müdafiədən hücuma dəyişdirdik. Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdürrəhim Musavi bildirib. İran bütün texniki aspektlərdə ballistik raketləri təkmilləşdirməklə özünün çəkindirmə gücünü gücləndirə bilib, o qeyd edib. Rusiya İran ətrafındakı vəziyyətə laqeyd deyil. Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov RT-yə müsahibəsində bildirib. Onun sözlərinə görə Rusiya hazırda özünü İrana, İsrailə və ya ABŞ-yə zorla qəbul etdirməyə çalışmır. Onlarla təmaslarımızda sadəcə İrandakı vəziyyəti müzakirə edirik. İran bizim yaxın tərəfdaşımızdır. Vəziyyətin necə inkişaf etdiyinə laqeyd deyilik. Üstəlik bu təkcə İranın özü üçün deyil, bütün yaxın və orta şərq üçün partlayıcıdır. Orada sadəcə tapdalanmağı gözləyən çoxlu sayda saatlı bomba var. İran və İsrail bilir ki, biz yenidən razılaşmaların həyata keçirilməsinə töhfə vermək baxımından xidmətlərimizi təklif etməyə hazırıq. Ümid edirik ki, bu razılıq əldə olunacaq. Lavrov qeyd edib. ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff və sahibkar Jared Kushner'in İran ətrafındakı vəziyyətlə bağlı ölkə rəhbərliyi ilə danışıqlar aparmaq üçün fevralın 5-də Qətərə səfər etməsi gözlənilir. Bu barədə Axios'un əməkdaşı jurnalist Barak Ravid öz mənbələrinə istinadən məlumat verib. ABŞ rəsmiləri bildiriblər ki, Ağ Evin xüsusi nümayəndəsi Steve Witkoff və ABŞ prezidenti Donald Trump'ın kürəkəni və müşaviri Jared Kushner'in cümə axşamı günü İranla bağlı baş nazirlə danışıqlar aparmaq üçün Qətərə səfər etməsi gözlənilir. O X hesabında yazıb. Avropa Birliyinin SEPA-yı terrorçu kimi tanınması barədə qərarı İslam Respublikasının vəziyyətini daha da pisləşdirib. Bunu Çin hökumətinə bağlı Paper Online nəşri yazıb. Nəşrin yazdığına görə Avropanın qərarı diplomatik və siyasi səviyyədə ABŞ və İsrailin təzyiqini və hətta İslam Respublikasına qarşı geniş miqyaslı hərbi əməliyyatları tamamlayır. Tehran, Amerika, Avropa Birliyi, İsrail oxu qarşısında getdikcə daha çox təcrid olunmuş və müdafiə mövqeyindədir. Nəşr əlavə edir. Paper nəşri ötən gün dərc etdiyi təhlilində İran hökumətini iki çox çətin seçimlə üz-üzə qaldığını bildirib. Mövcud siyasətini davam etdirməyə və beləliklə müharibəni və təcridi qəbul etməyə və ya nüvə materialının çatdırılmasından ballistik raketlərin dayandırılmasına və proksi qruplara yardımın kəsilməsinə qədər böyük və real güzəştlər etmək. Bu da ölkə daxilində çox baha başa gələcək. Qəzet yazıb ki, top artıq tamamilə İslam Respublikasının meydanındadır. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.